O ki kim mənə sünnət eləyib ha. Kim eləyib sünnəti sizə? Deyim də sizə. Biz gedirdik yanında bir dənə nə deyirlər onlara jurnalist. O mənə deyir ki, hacı mən sənə baxıram. Sən içki yox, mən bir il neçə, 1 qram da içmirəm. Ha, sigaret deyirəm atdım, çəkmirəm, dözürəm indi 6 ay nə qədər belə çəkməmişəm. Ha, deyirlər sigaret nədir? Sigaret yığındadır da, istəyirsən ancaq biraz ağırlıq var ki, o orucluq şeylərində çəkmişsən də gözləyirsən. Biz kakraz gedirdik, Respublikanski xəstəxana var. Ha, sən sünnət eləyərdin. Mən deyirəm 50 yaşım var. Sonra deyirəm ki, ölmop eləyərdim. Deyir, heç nə qorxma, heç nə olmayacaq. Məndə də burada tanış var, istəyirsən eləsin. Deyirəm, neçə vaxt aparacaq? Vaxt? Bəlkə 20 dəqiqə burada olarıq. Mən baxdım, o vaxtı kasıb edik. Deyirəm, bir kirvan orada, bir kirvan sabah. Öyle buradayım da. 2 şirvan. Deyirəm, haradadır o? Deyir, o dayanır, həkim. Çağırdım bunu, salam o yan bu yan dedim, ay həkim. Yaxşı, deyirəm, bəs o ağrısı olacaq bəlkə 10 sekund, 5 sekund. Mən fikirləşdim, 10 sekund gözə bilərəm də bu nədir? Ay Allah'dır, nə 5 sekund? Orada bilsən, böyük... Ondan sonra da bu uşağa belə illalladırlar ki, quş getdi və pip kesiyor. Yox, burada hələ dögür, bu operasiya olur, operasiya, tikirlər. Vay. Mən baxdım, deyim, doğrudan. İndi elə biləsiniz, qadın olmayacaq orada, deyir, yox. Bəs, yox, deyir, mən olacağım, nə var ki orada, heç şey yoxdur. Baxdım, ona doğrudan, elə, getdik. Hələ Allah'dır. Öyle lazımdı ya. Hələ orada qadın da olmuşdu. Polis çağırıblar o vaxtı. Polis niyə çağırıblar? Mən sizə deyim, o vaxtı Vahablar, Vahabist, belə ondan qorxublar. Niyə görə bu Rus olub? Gəlib elə Müslüman, niyə görə 50 yaşında? Nə var? Bəlkə pul izadı verdilər, örgədiblər. Mən sonra onu bilmirdim mən, sonra mənə dedilər. Daha bundan sonra ki mən elədim, cəmaat gəlirdi, harada mən yaşayırdım, soruşurlar orada. Mən nə alıram, nə yiyirəm, bizə donuz olmaz, içki olmaz. Orada çıxanda hər şey yaxşı idi. Daha çıxmışam, heç kim bilməyib, operasiya olub məndə. Orada çıxanda pul istəyirlər də. Mən çıxdım, öpdü bir yıl normalına getdim. Maşına oturdum, məndə o vaxtı Zaporojets var idi. Ağ Zaporojets. Günüm mənə pis oldu. Özdə daşı pusmaq istəyirəm. Oy. O adam, hansı mənə sünnət eləyib, 2 aydan sonra olub baş həkim, Respublikalı vraç olub. Ayağınız düşüb də. Görürsən, Allah hələ oradan da baxır, deyirsən, ona yaxşılıq eləmişsən. Mən sənə eləyirəm. Məndə çox belə primer olmuşdu. Mən kimi üçün dua eləyirəm, o saat eşidir. Düzdür, özüm üçün də istəyəndə həmişə eşidir məni, mən açıq deyirəm. Ne üçün? Mən pastayanla, belənçi adamlarla Allah'tan danışıram, yaxşı şeylərdən. Onun üçün Allah görür ki, pastayanla mənim dilimdə İslam, Allah, Peyğəmbərimiz. O propagandadır. Çünki mən yaşamışam Kanada'da, orada aslanlı bilirsiniz kim? Yurtlar. Onlar yaxşı cindardırlar. Bir-birinə qardaş kimi, köməklik. Necə lazımdır? Tək o özünə yox, öldü bu adama. Hətbətlisi biz gəlirdik sinagogaya, hamıya paylayıb verirlər, incişqa. Nə bilim, konservalar verirlər, tort verirlər, pulsuz. Onlar belə, bizə əvvəldən deyiblər, cütlar pisdir. Ay yox, pis adam yoxdur. Pis adamlar var, millət yaxşıdır. Onların da içində var, belənçiklər. Nə qədər Azərbaycanlı var, padlet, maşeni.
Amma nə qədər yaxşı var. Adil kimi, Laba kimi, Doktor Əli kimi vətəndir, o bursu, bu bursu, 1000 dənədir. Bu yaxşı adam. Bu yaxşı adam, mən görürəm də onu. Onlar heç vaxt deməzlər, mən yaxşıyam, yox. O nə edir, o istəmir. Nədir ki bu? Zülfiqar, Zülfiqar, çək. Əli. İmam Əlinin şey, ha. Amma əvvəllər 50 yaşdan əvvəl orada xaç olardı. Heç nə yox. Heç nə yox idi, prosta bilsən necə. Mən sənə deyirəm ki, mən birdən belə olmamışam. Mən açıq deyirəm, içki də içirdim, sigaret çəkirdim, söyüş söyürdüm. Belə adam idim də, bilsən necə. Adi adamlar. Ay sağ ol. Amma 50 yaşından sonra mən bildim ki, İslam nədir. Tam değişdi. Tamam. Mən nə xoşuma gəlmirdi. Mən baxırdım, keçdin yanında kimsə yanır, təsbih ilə, zadla, papa. Oradalar nə deyirlər, kimdirlər, nə lazımdır. Amma indi mən bu adamları, mollanı görəndə, ya da hacını görəndə mən dururam, Seyid, mən dururam, salam əleykum, hörmətlə, zadla. Hacı, sənin yerin Allahın yanında bizdən daha böyükdür. Biz anadan olmuşuq, biz İslam olmuşuq. Amma siz 50 yaşında dərk eləmisiniz, İslam'a gəlmisiniz. Bu yolda özü elə-belə yox, mükəmməl olaraq bu yolu gedirsiniz. Nə bilim, çox adam sizə baxıb qibtə eləməlidir. Özünüzü təqdim eləyin. Öncə Vitaliy Pushkin, hal-hazırda Müslimzadə Hacı Məhəmməd, mən Keşləli balasıyam. 50 yaşında İslamı qəbul eləmişəm və bundan sonra mən oldum hacı. 3 dəfə həcdə olmuşam. 1 dəfə Kərbalaya olmuşam. 3 dəfə Məşhəd olmuşam. Əsədkəs birində olmuşam. İndi neçə yaşınız var? İndi 76 yaşım var. 76. Hacı Məhəmməd kişi. Bax, necə oldu 50 yaşında siz xristian dinindən müsəlman dininə keçdiniz? Nə məcbur elədi? Yuxu gördünüz, yoxsa nəsə gördünüz, dəyişdi fikriniz? Bilirsiniz, elə yuxuda da mənə dedilər 3 dəfə, sən müsəlman olmalısan. Bilirsiniz, o belə şeydir ki, bəzilədir ki, bəlkə bu adam özündən nəsə çıxardır. Mən, bilirsiniz, 50 yaşında adam belə olmur, adam ağıllı olur, müdrik olur. Mən dünyayı görmüş adam idim. Mən yaşayırdım Almaniyada 11 il. Mən yaşamışdım Kanadada 4 il yarım. Mən yaşamışdım Amerikada, New York'ta, Miami'də, çox yerdə. Çox adamları görmüşəm. Mən baxdım, hamından gözəl, hamından ədalətli bu dindir. Çünki İslam safdır, İslam haqqı, İslam gözəl dindir, İslam nizam-intizamlı dindir. Mən profesional idmançı, belə deyirəm ki, dəfələrlə dünya çempionu, Avropa çempionu olmuşam, həm də sambo, həm də judo, o elə belə deyil. O illərlə tər, qan, travma, fəs çəki salmaq. 70 yaşında da siz çempion olmuşsunuz. Amma 70 yaşında da Azərbaycanda güləşdim. Yenə sübut elədim ki, mən güclüyəm. Güclü olmaq üçün nə etmək lazımdır, hacı? Ancaq məşq, hərəkət, bir də ki, idmançı mənə elə gəlir ki, mütləq namaz qılmalıdır. Çünki namaz qılan adam içki ilə dost heç vaxtı ola bilməz. İçki ilə dost kim ola bilər? Şeytan. Mən çağırıram, çağıracağım da. Namaza gəlin. Allahın yoluna çıxın. Ondan gözəl yol yoxdur, inanın mənə. Bu şəbəkkarısınız. Mən 40 ildən çoxdur. Mən quş aləmində yaxşı tanıyıram. Onu mı tanıyır? Bu yaxında mən bu ilə tanış olmuşam. Tüm quşbazlar, ən yaxşı quşbazlar Azərbaycanda
Mənim dostum olurlar, hamısı dost olurlar mənimlə. Əməlli başlı fermadır bu. Babalar da, damazlıqlar da hamısı. Bu həyətdə mən hardasa 88-ci ildən saxlayıram. Niyə düşünürsünüz ki, sünnət mütləqdir? Biz o Müsəlmanlar birinci ki, üçün. bu gigiyenadır. Bu birinci gigiyena. Aha, təmizlik. Bəli, orada bir pis şey yoktur. Orada hamısı bilirsiniz, Peygamberimiz Məhəmməd nə buyururdu, nə eləyirdi, hələ belə döyür. Belə olsaydı o diyardı ki, araq. O da için her gün bir stakan yok, bir litre iç, yaxşıdır. O da ki, yok. Ne seçti hamısından? Temizliğe su, vələnçi süt. Amma İslamda da yalancı hacılar var. No, mən yenə də deyirəm ki, meşə çakalsız olmaz. Amma bizə kim aydın nümunə olmalıdır? Peygamberimiz Məhəmməd, Fətimə-i Zəhrə. İşte, qalanları için mən də öz yoldaşıma deyirəm ki, ay Nəcə, sən niyə görə kasınka, yok, deyir ki giyineceğim. Görsən, da giy kasınka nədir ki, niyə lazımdır? Saçları daha yaxşı, gözəl olacaqsan. Daha prekrasını olur. Nədir ki o? O, əlbəttə ki, biz hamı istirik svoboda, amma yox. Bu tradisiya. Bəziləri, например, Bakıda yaşayır, amma Azərbaycan dilində danışmır. Ne için? Sen bu ülkede yaşayırsan, su, hava, yemeği, adam olursan, nədir ki? Deməli, sen bunun dilində de danışmalısan. Bütün bir tradisiya var zatlar. Mənə xoşuma gəlir. Naprimер, bayram gəlir, mənim evimdə hər şey. Şor qoğalı, onu bunu hamısını eləyirlər. Belə olmalıdır, bildin? Özde biz birbirine kardeş kimi bakmalıyız. Düşman kimi yok. Gıybet eləmək çok bir şeydir. Danışma. Sen uşaqlıqdan, например, mənə deyiblər ki, Müslümanın en gryazlı adamlardı. Ne gryazlı? Nabarat. Lüboy adam gedəndə aftafa da yoktu. Elinde butulka var gedir ayak yoluna. Hele belə getməz. Ama ben olmuşam Rusya'da, diyor yok Deyirəm, qulaq as. Savadlı adamsan. Gazet nədir? Ondan sen temiz olmayacaksan. En yaxşı su. Sen ne kadar olsa sonra orada mikrop olacak, her bir şey olacak. Su. İslam olan yerde emeşe, sülh, emin amanlık olacak. Bereket. Sevgi. Benim anam da dedi ki, sağ olun da ben hacı idim gelmişim Mekke'den. Ha, sağ idi. Sağ idi. Onu dediler çocuğunuza, sen bilirsen, senin oğlun Müslüman olup, hacı olup, diyorum молодец, молодец сынок, это хорошо. Ben de ona demişim ki, mama sen neçə il yaşayırsan Azərbaycanda, niye göre sen Azərbaycan dilinde danışmırsan? Bilmirəm. Deyim, bilmirsən, 5 manat yaxşı bilirsən. Ha, maraqlamırsan. Maraqlan. Ben onu demişim. Ты правильно говоришь, сынок. Не могу. Ha 5 manat, хорошо. Mədəd Quliyev də bizim nazirimiz Mədəd Quliyev sizin tələbə olub, ha? Bəli, sambodan olmuşdu mənimdir. Düzdür. Cüdodan da Tərlan müəllimdə də olub. No, bilirsiniz, biz orada bir zalda işləmişik. Tərlan mənim yanıma gəlirdi, o mənim yanıma gəlirdi. Bizdə belə şey yoxdu, özü biz Tərlanla indi də dostuq. Hacı, papağı kim hədiyyə eləyib? Ramzan Kadırov. Ramzan Kadırov. Qoy papağı. Əla, gözəl. Allah sizə ömür versin, hacı. Çox sağ ol, çox sağ ol. Allah razı olsun.